Bavariyanın Interlə hələ də şansın olduğuna inanırsınızmı? Xatırlayırsınızsa keçən oyunun qısa analizində biz Interi favorit görəndə siz buna qarşı çox kəskin şəkildə etiraz etdiniz. Amma nəticə tablodadır. Digər tərəfdən bu bir həftə ərzində əsas tezislər daha da möhkəmlənib. Bavariya Barcelona tərəfindən 4-0 darmadağın olmuş Borussia ilə çox çətinliklə bərabərə qaldı. Eyni müdafiə və pressing oyunda problemlər yaşadı. Interlə də oyunda nə Neuer, nə də mərkəzi iki müdafiəçi olacaq. Digər tərəfdən isə Inter özünün gündəlik belə növbətçi qələbəsini qazandı. Üstəlik Bavariya keçən oyun, bütün oyun boyu Barellanın öhdəsindən necə gəlməyi fikirləşib tapa bilmədi. Interin sadəcə bir zəifliyi var. Simone Inzaghi hesabı qorumağı oynayanda Interin problemləri yaranır. Bu İtalyan çempionatında dəfələrlə olub, bu ötən il Atletico Madridlə də oyunda oldu. Bavariyanın xilası hardasa Interin son 15-20 dəqiqədə qapısına oturub hesabı qorumaq istəməyindən doğa bilər. Sizcə bir həftəyə nəsə dəyişəcəkmi?